Qınayanlar kimlərdir deyim sizə. Təsəvvür edin ki, 2 saatda hazırladım öz əllərimlə yarpaq dolmasını. Qəşəng sarımsaqlı qatıq. Bir dəfə çəkmişdim. Bu da ikinci dəfə olsun. Əslində bugün sizlərlə söhbətim bu olmayacaq. Bir dənə qatığı qəşəng yayım. Deməli, qızlar, nə demək istəyirəm? Mən son zamanlar bu videoları paylaşıram. Və məni qınayanlar var. Deyir, videonun qabağında yemək yiyir. Qınayanlar kimlərdir deyim sizə. Qoy məni daha sözləsinlər. Tatlı diye. Özüm hazırladım diye yok. Şöyle yiyeyim. Yeminəm. Diyetadayım. Çok kaynattım elə bil. Qınayanlar bilirsiniz kimlərdir? Məni istəməyənlər. Mən ümumiyyətlə həyatda nə iş görürəmsə heç kimi dinləmirəm. Heç kimi qulaq asmıram. Heç kimin nə dediyinə fikir vermirəm. Nə ürəyimcə olur onu deyirəm. Bir qısıq yemək yiyəcəm. Evet çörək. Sonra ona görə də doyunca yeyək. Sağ olsun mənə qəşəng sözlər yazan xanımlar. Mən videolarımı izləyəndən sonra mənim hazırladığım yeməkləri hazırlayıb səni izləyib biz də yemək yeyirik deyənlər. Ona görə əsas olan bilirsiniz nədir? En azından özüm hazırlayıb özüm yeyirəm. Yəni zəhmət çəkib hazırlayıram. Bu arada düşesləri çok içirəm. Kola falan içə bilmirəm. Burada yiyeyim. Bunu da yiyeyim. Daha bəsdir. Bence. Bu arada bəyənib yaxşı yorum yazmağı unutmayın.